Vətəndaşlar kommunal xərclərin yüksək olmasından və bu xərcləri ödəməkdə çətinlik çəkmələrindən şikayətlənirlər. Bölgələrdə yaşayan sakinlər isə xərcləri azaltmaq məqsədi ilə qazla yanaşı odun sobasından istifadə etdiklərini bildirirlər. Bəs bu sahədə hansısa güzəştin olması gündəmdədir. Yeni Sabah məlumat verir ki, Pravda.az açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə qaz limitini aradan qaldırmaq müəyyən dərəcədə vətəndaşların işini yüngülləşdirə bilər. Ən azından bu limitin həddini biraz da yüksəltmək lazımdır ki, az təminatlı yoxsul insanlar qış aylarında bu qədər sıxıntı içində olmasınlar və daha rahatlıqla kommunal xərclərin ödənməsini təmin edə bilsinlər. Çünki kommunal xərclərin altında əzilmək bir çox hallarda sağlamlıq problemlərinə gətirir. İstilik istifadəsi az olanda bunun əziyyətini ən çox uşaqlar çəkir. Ancaq bu məsələlər barədə təkliflər hökuməti də düşündürür. Yəqin ki, vəziyyət optimal şəkildə dəyərləndirilərək qərarlar qəbul olunacaq.